Dostlar, bugün gəldik qədim Faxralı Hingəlaxanasına. Fərviz. Salam. Dostlar, bugün gəldik qədim Faxralı Hingəlaxanasına. Bugün bizim çox maraqlı bir məclisimiz olacaq və protokolumuz daha sərt olacaq. Keçək. Bizim dostlarımız, əzizlərimiz bizi qonaqlığa çağırıb bugün. Necə deyirlər, qonaqlıq sizdən, araq isə bizdən. Hər şey protokola uyğun. Hansı protokola? Protokol vstreç. Elə bir inzibatı protokol. Nə zakaz eləmişik biz uşaqlar? Başlayıq. Yarpaq xəngəlindən. Sonrası da görə nələr gələcək. Yarpaq xəngəlimiz gəlir. Fatimiz gəlir. Gürcü xəngəlimiz gələcək. Başqa nə idi? Kartoşka padamaşdımı gəlir. Da israfçılıq olmasın. Menü yaxşı menüdür. Kifayət qədər yemək var. Həmir yeməklərdir. Aç çıxmayacaq buradan. Bir də rümkalar da gör nə qəşəng tərkib. Yeyləsi rümkalar göndər. Kurpiyə kimi yaxşıdır. Svetoforda yadımızdadır, paylayırdılar belə qazet kağızından masaj, aranj və roz verir. Bal, daş, nə var? Biz bir sənədə Rəşid Beybutunun Bakkanım kəşfəsində 450 Əlbəttə qədər marka yığırdı, sonra onun ki marka kitabında masaj salon. Numizmat idim, oldum masajmat. Numizmat dəmir şeydi, sikkələrdi. Ona filatelist deyir. Nə filatelist nədir? Görsən indi kim filatelisti, kim numizmat? Sanın üstələ bir toydur, elə ki toydur deyən kimi dayanır. Nadirə mən də təbrik edirəm. İnternet Explorer. Mən qalmışdım da ona yerdə. Yerimiz balaca olsa da... Estoniyadan salamlar. Böyle montajda yerini itirəcəm yani. Yerimiz balaca olsa da qəlbimiz böyükdür. Böyük olan o. Hoppa, gəldi. Soğan gör. Bizim qanunvericiliklə gizli reklam cərimələnir. Təbrik edirəm səni. Zarafat edirəm. Xoş gəlmişik bura. Ümid edirəm ki, yaxşı məclis olacaq. Gördüyünüz xıngəllər elə yarım pors xıngəldir. Biz fikirləşdik ki, başqa təmların dadına da baxaq. Buna görə yarım pors götürdük. Yarımın yarısını bəzilərimiz yemişik. Bəzən 75% dedi ki, mən yağını, yarpaq xıngəlini yeməyəcəm. Amma yəqin ki, çox xoşuna gəldi ki, burada bitmə üzərindədir. Uşaqlar, xoş yığışmısan. Salam Məlik. Salam aleyküm. Sağ olun. Ara rəngli salam. Bilfa boyaları. Bilfa. Onların sloganı nədir? Həyatınız rəngdə dolsun. Biz də oturmuşuq, yaxşı bir gündür, ağ-qara gündür. Arzulayıram ki, tək ki həyatımız rənglərlə dolu olsun. Bu reklam deyil, sadəcə bir slogan idi. Heç bir partnyorluğum yoxdur. Özü açıb Həmişə sadəcə. yaxşı xəbərlər olsun, həyatımızda həmişə yaxşı günlər olsun, yaxşı hadisələrin şahidi olaq. Televizora baxanda yaxşı xəbərlər eşidək. Fərq eləmir, elə olur ki, yəni ki, başqa ölkədə də yaxşı xəbər olanda Sevinirsən. sevinirəm də. Misal üçün olur da ardasında nəsə bir dərman ixtira edədilər ya da ki, misal üçün hərdən bir regionlardan xəbər gəlir ki, kimdəsə inək doğulub, 12 dənə başı var, misal üçün maraqlı. Və ona sevinərlər ki, Təndirdən çıxan çörəyin üstündən yazılar çıxır. Yəni, karoçı da, içməyə səbəbimiz olsun. Hə, təbii. Çernobil açıqlığı.
Sağ ol. Sağ olun. Deməli, kartoşka ilə kupatı da gəldi süfrəmizə. Kartoşka ev sağı istəmişdim, amma Restoran sağı elədilər. ev sağı doğranılsa da ev sağı pişirilmir. Elə belə fasol necə fritur fason deyib. Mən xoş deyirəm belə yağlı olanda. Amma ki, burada haramçıqlarımız gəldi, kupatilər. Yaxşı bağırsaq seçilib, yəni ki, naturalni produktu. Mağazindən alınan кейsin deyil. Bizim dindar qardaşlarımıza tövsiyə eləmirəm, özləri bilirlər niyə görə. Amma ki, dadlıdır. Kupasilərdə ən böyük sir isə odur ki, kupasinin sonrası ijogası olmasın. Joga. Onu da biz ancaq nə vaxt verəcək elə ki, Səhər. reklamlardan sonra Mükəm verməyən hamısını apardı. Getdi ikincisini almağa. Kimi qardaşlar var, həmişə napomuş gəlirlər. Tanrı bizi belə bir adamlardan belə bir adamları çox görməsin və həyatımızda həmişə belə yaxşı momentdə köməkli edən dostumuz olsun və həmçinin də biz də yaddan çıxartmayaq ki, kimsə bizə həmişə güvənir və bizdən kömək gözləyir. Sən bilirsən ki, bizim Teyu ikinci sastavlı kapitanı bitirdi və kapitan kimi gedib araq almaq. Halal olsun. Düzdür. Özü həm kapitandır, həm koordinator. Əsas koordinator. Yoxun yarısı belə. Sportsmenka, komsomolka. Deyib sağ ol. Manipulyasiya məktəbin Özün burada yoxsa gələndə baxarsan. Yoxsa gələndə baxarsan. Sağ ol. Bayaq həngəli birinci sifariş elədi, yəni yarım pors idi, bəli, dobri pors idi, yəni yarım da kifayət qədər böyük porsdur, çoxdur, yəni yedik, yəni qeyri-adi bir şey yox idi, adi standart həngəldir. Sözün düzü, onsuz da mən buraya gəlməmişdən qabaqda eşitmişdim ki, burada dağa çox Gürcü həngəlinə görə gəlirlər, çünki bu dağa yaxşı alınır, onu da ona görə sona saxladıq, baxıb görək Gürcü həngəli necədir, kupatı yaxşıdır. Yəni bura yenə də gəlsən, kupatını sifariş edərdim. niyə? Çünki xoşuma gəldi. Teksturası, ədavası yaxşıdır. Yeganə fərq nədir? Normalda biz kupati yeyirdik ki, belə qalın. Bu sasiska fason kupati. Bu başqa bağırsağın başqa Bağırsan, yəni normalda kupati qalın olur. Amma biraz Burada Sardelkaya oxşayır. sadəcə yoxdur, bəli, bəli. burada hardasa hansı seksiyadır? 13 8-də 5. Mən də deyirəm 8 yarım, 8 yarım. İveriya sasiskasına oxşayır, mən deyərdim. İveriya nəzi yoxlasın, onun fasonunda, amma dadı qəşəngdir. Aha, Aleyküm salam. Necəsən? aha. Sağ ol Ürək, sen necəsən? Sağ ol. Ad günün mübarək Nadi. Sağ ol, çox sağ ol. Böyük oğlan olasan, xoşbəxt olasan bro. Çox sağ ol, çox sağ ol. Özün burada olmasan da Nadir, ay Nadir, biz oturmuşuq burada. Sənin ad gününü qeyd edirik. Bax, burada kim var? salam. Safa. Ara. Arada bir WhatsApp-a gir bir çox sağ ol dinləyin heç olmasa. Buna bax, buna bax. Sasiyyət! Christmas parade ya. Tvoj любимчик da buradadır, bax bax. Momentindəyik o. Vahid. Сосед, Oy can. мои поздравления. Yəni Əlinin dostu Rəşad, Sən də milli. Pərviz. Поздравляю, o Nadirçik. Поздравляю, ad günün mübarək. Səni o kimi ad düşüb pazara eləmək istəyirik. Bizə momentindəyik. Bütün yəni bizim izləyicilər də 100% qoşular. Oradadır izləyicilər. Sənə arzu edirik ki, yaxşı qeyd edəsən axşam. Sizdə orada səhərdir, bizdə axşamdır. Tak что, öpürük səni. Bağrımıza basırıq. Safa, Safa nə deyirsən? Але мы с тобой отдельно поговорим. Да. Safa bir dənə belə elədi. Мне непривычно тебя видеть. Непривычно? Такой рот красивый у тебя. Улыбка. Ha, doğrudan dişləri zaten axırır ki. Davay, maçı, görüşərik. İşləyər, krasavçı. Sağ ol. Ya mən özüm komanda seçməmişəm amma bizim necə deyirəm. Mən hamımıza arzulayıram ki, indi müxtəlif işlərdə çalışan, müxtəlif
təbəqələrdə, əgər bu söz düzgündürsə, olan adamlarla danışıram və bəzi adamlar üçün restoran sahibləri belə, misal üçün mənlə bölüşürlər ki, ayın əvvəlində alver daha çox olur. Sizcə niyə görə? Maaş. günü. Mən bunu deyə bilərəm sizə. Adamların çoxusu bu cür məclisləri planlaşdırır. Maaşını alıb, misal üçün bəlkə də 20 gün, 25 gün gözləyir ki, mən maaşımı nəhayət ki alım və dostlarımla oturub, misal üçün adam başı 30-dan 50-dən artıq bir məclis edir. Yəni ki, bilirik ki, hamı istəyir ki, istirahət eləsin, dadlı, yaxşı süfrədə otursun, yaxşı məclisdə iştirak eləsin. Mən nə arzulayıram? Mən onu arzulayıram ki, kimlərdə bu imkan varsa, ona həmişə dəyər versinlər. Onu, necə deyim, hər kəsə belə bir fürsət yaranmır. Kimdə də o yoxdursa, mən arzulayıram ki, onlara da qismət olsun ki, onların əsas istəyi olsun. Yəni ki, əsas problem istək olsun. İstək olanda başqa hər şey onlarda alınsın ki, onlar da biz kimi oturub bu masada, belə bir masalarda yaxşı məclisdə iştirak eləsinlər. Çox adam bizə baxan çox adam əfsuslar olsun ki, baxıb misal üçün həsrətlə özləri çox iştirak eləmirlər. Bizim məclisimizə baxıb belə atmosferaya sığınırlar. Sizin sağlığınıza Həqiqətən. ən azından çörəyiniz bol olsun. Dərin düşüncəli sağlığı varam da mən Səfa tərəfindən. Səfanın sözünə bir xırda əlavə eləmək istəyirəm. Səfa sözündə həm də nə demək istəyirdi ki, əsas odur, həyat eşqiniz, enerjiniz bitməsin. Yəni bütün problemlər falan, hamısı bunlar bitən deyil. Bitən deyil. Bizə həyat eşqiniz sönməsin. Yəni xırda bir şeydən də zövq almağı həyatda bacarır. İnsan ümumiyyətlə hər bir şeydən zövq almağı bacarmalıdır. 2 dənə pors gəldi. Pozitiv. Kartofsuz, hələ ki Bu komentaryaları sonra gələr. Bütün pozitiv dostların sağlığında. Bəli. Həyat enerjiniz Baş sizin sağlığınızda. Sağ olun dostlar. Xoşa gəlmədi. Dostlar, Əliş bəy, deməli, mən belə deyirəm, istifadəni yerli araq o qədər xoşlamıram. Yəni, ən çox qədər başqa xarici silsilə araqdan xoşlayıram. Amma həqiqətən, bunun dadı çox xoşuma gəldi. Çox yumuşaq. Ümid edirəm ki, səhərsi də çox yumuşaq olacaq. Qəşəng araqdır, həqiqətən tövsiyə edirəm. 6 nəfərə indi biz 1 litr içmişik. Mən hiss edirəm, bu 150 qram işləyir, 4 rümka işləyir. 4 rümka işləyir. İkinciyə kimi mən hiss eləmədim, ona görə tələsirdim. Amma 3 buralarım istəyir. Ən əsas məsələ, yəni araq səndə bilər onu. Birinci, yəni rümkadan sonra ki, adamın iştahı kəsilirsə, İçmə. O deyil. O deyil. Amma bizdə danışıq edir. Danışıq edirsən, nəsə həqiqətən Bir dənə də burada biz qısası keçən dəfə yazmışdıq. Ruçka ilə yazıldı. Bu dəfə marker götürmüşük ki, qeyd edək. Protokol встречи nömrə 3. Mesto. Faxralı. Vahidin Dimryan salfetka verir. Spirtib verir. Al olsun uşaq. Ona görə çağırıram onu həmişə videolara. Öpürəm səni. Takıl koltuğa bakarız. Туда такой сделать. Это удобно. Здесь живот закрыт. Пиздец закрыт. Смотри, что? Kimə görə Ələkbər Drinking kimin araqsız bir proqramı. İndi şey gələndə Teyo, o davamını qoyarsan. Necə deyirlər, hingalımız isti, arağımız da buz kimi. Deyirən sağ ol. Xoş gəldi. Salam. Bütün protokollardan qaçaraq bu protokoldan bəlkə yapışıb gəlmişəm. Sən gələndə dollar 0.70 idi. Sonradan qaçdım. Bizdə deməli ehtiyat oyuncu kamyasından növbəti oyuncu gəldi. Bu getdi isə dincəlməyə. Yeni bir iş açılır. Görürsünüz 2-ci divizionun qüdrətini görürsünüz. Halaldır. Dacı, Qayı saxlayıb bu insanı. Nə deyib sənə Qayı? Hara gedirsən, hardan gəlirsən? Dedim, hara gedirəm? Protokol dalınca gedirəm.
Məclisə də gəlirəm. Sağ olsun, hörmət edirəm, bura. Protokol yazmadı da sən. Yox, yazılmadı. Protokol görəndən sonra yazmadı. Belə yığmalıdır ki, xəngəyin suyu yerə düşməsin. Burada da bir dənə damcı var, o da acıqan izləridir. Mən niyə içmə yox? Sən gürcülərdən daha güclü yeyirsən. Bu baldır ha məndə. Bakıdan deyirsən. Yox, hələ birisi ilə. Bəçə. Bu kimin? Deyir, təki köhnə dostlar həmişə yanımızda olsun və təzə dostlar da daimi olsun. Dostluğumuzun sağlığına. Gözəl, sağ ol, gözəl. Sağ ol, sağ ol, çox sağ ol. Mən uzaram ona, duracam hələ. Dostlar, təkcə burada yox. Bizi izləyən dostların da sağlığına, hamının sağlığına. Sağ ol. Abi nə da? İçmirsən özün? Teyv bu arada araqları süzür, mən isə yeməklərdən biraz danışım. Sözün düzü, Gürcü həngəli mənim daha çox xoşuma gəldi, nəinki yarpaq, milli, bəli. İndi də Vahid bunu sifariş elədi. Vahid şov. Necədir Vahid? Təmiri yaxşıdır, normaldir. Əti mənə görə o deyil. İçində konkret artıq çox şeylər var. Dadı da normal demək olar. Ətinə görə ət əmsin vurur. Amma bu klasik yaxşı idi, əmri də yaxşı idi. Yəni sırf buna görə bura gəlməyə dəyər. 96-cı ildən fəaliyyət göstərən bir obyektdir və Bakıda deyəsən Faxralı adı ilə açılan ilk kafe idi və hərəviz eşitmişsiniz də o Faxralıya gedir. Bu həmin o Faxralı, bu Faxralıdır. Ona görə də onun adı Qədim Faxralıdır. Və biz onlara deməmişik ki, biz gələcəyik, çəkəcəyik. Yəni necə var, belə də görəcəksiniz televizorda. Bəzi şeylər xoşumuza gəlmədi, bəzi şeylər xoşumuza gəldi. Kupadır, ən yadda qalan Kupat. Kupat oradan. Kupat da oradan zor idi. Obyektiv o. Ha, obyektiv oldu oradan. Kupatı gözləmirdim ki, Kupat bu qədər yaxşı oldu, amma zor idi. Şok da 152 manat 80 qəpik üçün 153 manat deyə. Burada görəcəksiniz də Çox bomboş sağda olsun. Mən solda. çoxdandı 7 nəfərə belə şot gördüm. Ha, buradan zor şotdur. Adekvat Yəni sağda solda görəcəksiniz. Full belə deyək. O da kupadır. Tərtib olunmuş bütün yəni menyu. Nasıl? Məncə 7 dənə adama 7 dənə nədir? 7 nəfər. 7 nəfər. 7 nəfər adama öz Rus verirsən. qazışsınlar mən şey. Həqiqə bu belə dəyişən. Hə, 7 adama, 7 nəfərə. Bu çoxdan çox super bir hesabdır. Performansdır da. Bəli, düzdür. Növbəti protokol tərtib olundu və muzeyə göndərdi. Buranın ünvanı isə Devdinə. Hakim Abbasov kişiləsi. Yox. Kamal. Kamil Kamil. Adının cavabı. Balakşiyev deyəsən 109. 109. Dəqiq 109-dur, amma küçələriniz özün tapın. Vasmoydadır. Neftçilərdən biraz aşağıda. Neftçilərdə 62 nömrə məktəbin düz yanında. Yəni göz görünən yerdə. 62 nömrə məktəbəli məşhur məktəbdə. Hamı bilir. Böyük məktəb. Hamı tanıyır. Ha, odur ki dostlar, həmişə Miau.